أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم اعلموا أنما الحياة الدنيا لهو اعلموا أنما الحياة الدنيا لعب ولهو وزينة وتفاخر بينكم وتكاثر في الأموال والأولاد صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə. Allah'tan diləyək, etdiyimiz duaları, qıldığımız namazları ali dərəcədə qəbul eləsin. Və Allah'tan diləyək, Allah daima bizi onun zikrini edənlərdən və daima dilimizdə onun zikri olanlardan qərar versin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi bugün Cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Bir sözlə Quran və sünniyə istinad etsək, sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedib ədalətin, zülmün, sitəmin, nifaqınsa kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi cümləmizə nəsib eləsin. Allah əgər ömrümüz vəfa qılıb o günü görməyi ömrümüz vəfa qılmazsa, yaşadığımız müddətdə o gün üçün tədarük görənlərdən bizləri qərar versin. Möhtərəm cəmaatımız, bugün sizinlə dünyapərəstlik barəsində, dünyapərəstliyin dinimizə ziyan və zərərləri barəsində, qısaca olaraq belə deyək də, dünyanı məqsəd yox, vasitə bilək anlamında bu mövzu ətrafında sizinlə inşallah danışacaq. İlk olaraq Quran-ı Kərimin Hədid surəsinin bir ayəsi ilə sözümə başlayıram. Allah Teala Quran-ı Kərimdə buyurur: İ'ləmu, bilin və agah olun. Ənəməl həyatud dünya la'ibun və ləhvun. Bu dünya həyatı bir oyun, əyləncə, وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ. Aranızda lovğalanmaq və mal, dövlətlə, övladla, bunların çoxluğu ilə yarışmaqdan ibarətdir. Bu ayədə əslində qısaca diqqət edilsək, bu mövzumuzda elə başa düşməyək ki, biz dünya malını və yaxud da dünyanı pisləmək üçün bu mövzuda danışırıq. Yox, əsla belə başa düşülməsin. Amma sözümüzün əvvəli və sonu bu sözün əsasında olacaq ki, dünyanı məqsəd yox, biz bir vasitə bilməliyik. Bunun ətrafında və bu sözü izah etmək üçün danışacaq. Bildiyimiz kimi, dünya sözün həqiqi mənasında bəzəkli bir səhnədir. Görərsən, adətən bir tamaşa hazırlananda o səhnə üçün bəzək, nələrsə insanların diqqətini çəkmək üçün nələrsə edilir. Göz oxşayır və eyni zamanda da könül çəkir. Yəni onun bəzəyi, zinəti insanın gözünü oxşayır, könlünü də özünə çəkir. Amma baxmış olsaq, bunun cazibəsi dünyanın cazibəsi. Doğrudan da çox güclüdür, çəkicidir, insanı özünə cəzb edir, özünə çəkir.
Amma özü keçicidir, qalıcı deyil. Yəni bu dünya zinətləri insanı özünə çəkir, amma qalıcı deyil. Əslində o bir körpüdür. Bu dünya bizim üçün bir körpü. Necə? Məsələn, rayon yerlərində olanlar daha yaxşı bilər də. Arx üstündə, kanal üstündə, məsələn, körpü olanda bu tərəfdən o tərəfə keçirsən. Əslində dünya da bizim üçün bir körpüdür. Bu dünyadan o biri dünyaya keçid üçün. Məskən salmaq üçün deyil. Məsələn, belə deyək də, bəzən bir yol gedəndə, ictimai nəqliyyatlarda, istər qatarla və yaxud da hava gəmisi təyyarə ilə o bəzi, məsələn, düşüb orada digər bir yerə davam etmək, saat gözləmə məsələsində sən oranı öncədən keçici bir yer olduğunu bilirsən və dayanacaqlarda da sən gözləmək üçün dayanırsan, orada qalmaq üçün yox. Və nəticə etibarı ilə bu dünyanın da bu keçici olduğunu insan başa düşməlidir. Bura məskən salmaq üçün deyil. Deməli, nəticədə bu sözlərin nəticəsində belə bir şeyi birlikdə qəbul etməliyik ki, sevdiklərimizi də biz Allah rızası üçün sevməliyik. Ruzimizi halal yolla qazanmalıyıq. Çünki bu dünyada əldə etdiyi sən halal yolla da edə bilərsən, haram yolla da edə bilərsən. Ömrümüzü biz axirətə sərmayə etməliyik. Yəni, əslində, bizim bu dünyamız axirətimizin sərmayəsidir. Necə bir ticarətə başlayanda, bir işə başlayanda sənin əlində maya olmalıdır. Maya olmadan bir işə başlaya bilmirsən. Əsl həqiqətdə bu dünya da bizim axirətimizin sərmayəsidir. Bu dünyanın fani olduğunu biz bilirik, amma bilməyimizə rəğmən bəzən əbədi həyatımızı, axirətimizi unuduruq, yaddan çıxardırıq. Allah özümüzü özümüzə qaytarmaq üçün, bizə xatırlatma etmək üçün Quran-ı Kərimdə bu ayət şərifəni buyurur. İ'ləmu, bilin və agah olun, ənəməl həyatud dünya lə'ibun və ləhv. Bu dünya həyatı bir oyun, bir əyləncə, və zinətun və təfaxurun və bəzək, aranızda lovğalanmaq və təkasurun fil ənvali vəl ovlad, mal, dövlət, övladla çoxalma yarışından ibarətdir. Deməli, baxsaq, dünya həyatında bu ayədə 5 cazibə sadalanır. Mən ardıcıllıqla qeyd edirəm. Birinci buyurur, lə'ibun. Bu dünya oyundan ibarətdir. Və zinətun. Burada ləhvun əyləncə, zinət, təfaxur öyünmə və bir də mal, dövlətlə bir-birindən öyünmə yeridir. Əgər baxsaq dünyanın zövqlərinə, ömrün insan bu zinət içərisində keçirməsi ilə yanaşı bir şeyi anlayır ki, sonda ölüm adlı bir varlıq var bu dünyada. Yəni, dünyanın varı, dövləti, mülkü, sərbəti, faniliyin insan ölüm anında bilir. Yəni, artıq can üstündə olanda, bəzən insan nə qədər o hala, o vəziyyətə düşməyib, o ana gəlib çatmayıb, bəzən bu sözlərin hətta həqiqət olmasına belə biganə yanaşır. Amma o anda, çətin anda insana heç bir şeyin, varın, dövlətin, sərvətin, dostun, qardaşın köməyə çatmadığı bir anda dünyanın fani olduğunu o an insan bilir. Əgər mala, dövlətə qalmış olsa, biz baxırıq ki, bu sonda fanidir, bunun üçün fəxr etməyə dəyməz. Əgər baxsaq, nə qədər taxt üstündə oturan şahları, sultanları bu dünya taxta üstə yuyub yola salıb. Yəni, bunun
əbədi olmadığını insan elə biraz baxmış olsa, deyir bir gün Xosrov Pərviz, bu Sasani şahlarının biri olub, deyir bir gün öz qəsrində əyləşir, bu varına, dövlətinə, sarayına baxır, xanımı da yanında, deyir ki, bu şahlıq, sultanlıq qalıcı və əbədi olsaydı nə yaxşı olardı. Xanımı zirəng olur, ağıllı olur, deyir ki, Xosrov Pərviz, əgər bu qalıcı olsaydı, sən şah sultan olmazdın. Yəni, səndən qabaqki şahdan sənə gəlib çıxmazdı. Deməli, bil ki, bu qalıcı dövr, keçici və fanidir. Bu, əslində bəzək, belə deyək, içi boş gözəllikdən başqa bir şey deyil. Aldadıcı olur. Bəzən görürsən ki, bir şeyi satmaq üçün o vitrinə qoyanda da, belə deyək, görürsən, müəyyən kimyəvi maddələr var, vururlar, parlayır. Məsələn, maşın alverçiləri görürsən, bazara çıxartmazdan öncə bir polirovka eləyir, nə bilim, bəzi kimyəvi maddələr var. Elə kənardan maşın sənə gəl-gəl deyir. Bəzən elə bu ticarətdə də var. Görürsən ki, o pomidoru, badımcanı elə bir şəkildə, məsələn, parıltılı şəkildə edir. Deyirsən, bundan ver, deyir, yox, bu məsləhətli deyir. Arxadan götürür, indi hamısı eləmir. Bəzən görsən, elə məsləhətsizi verir, bu vitrini pozmaq istəmir. Bu, dünyanın da əslində, məsələn, o eybəcər bir, belə deyək də, o xanımın özünü bəzəməsi kimi də, o yulandan sonra, su dəyəndən sonra baxıb görürsən ki, yəni bu bir bəzək imiş, aldadıcı imiş. Dünya da bəzən insanı o cür gözəlliklə özünə çəkər, amma həqiqətinə varanda görərsən ki, bu göründüyü kimi deyil. Bəli, hətta hədislərdə qeyd olunur ki, Əmirül Müminin əleyhissalam Nəhcül Bəlağa əsərində buyurur ki, Əd-dünya daru məmərrin, la daru məqərrin. Dünya keçid yeridir, qalmaq yeri deyil. Yəni, biz burada qalıcı bir həyat yaşamağımız üçün gəlməmişik. Amma dərindən düşünən insanlar bunun fərqinə varır. Tarixdə yazırlar, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm səhabələri ilə bir qəbrəstanlığın yanından keçirdi. Bir qəbrin yanında dayandı. Təzə bir qəbir qazılmışdı, hələ meyyit dəfn edilməmişdi, qəbir açıq idi. Peyğəmbər sallallahu o açıq qəbrə baxıb, gözünü o qəbrə tikərək, üzünü səhabələrə tutaraq buyurur, bu qəbir ya cənnət bağlarından bir bağçadır, ya da cəhənnəmə açılan bir qapıdır. Yəni, İnsan bu dünyadakı əməli ilə qəbrə gedəndə ya buradan cənnət bağlarının birinə çevirmiş olar, Rovzatun min riyazil cənnə, cənnət bağlarından bir guşiyə, bir bağa çevirə bilər və yaxud da hafratun min hafaratin niran, cəhənnəm, belə deyək, o çuxurlarından birinə çevrilə bilər. Sahabələrdən biri soruşur, ya Rasulallah, bəs nə edək ki, bu qəbir bizim üçün cənnət bağçalarından birinə çevrilsin? Peyğəmbər sallallahu buyurur ki, dünyada elə yaşa ki, sanki əbədi qalacaqmış kimi, axirətin üçündə elə hazır ol ki, sanki sabah öləcəkmiş kimi. Yəni, baxın, nə dünyanı tərk elə, dünyanın üçündə yaşa. Çünki bu sevgini, atanın sevgisin, balanın sevgisin, ana sevgisi, bacının, qardaşın, ailə sevgisini də Allah bizə verib də. Bu da Allahdandır. Deyir, dünyanın üçün elə yaşa ki, sanki əbədi qalacaqmış kimi. Amma o tərəfdən deyir, arxain olub, elə axirəti unutma, ha? Axirətin üçündə elə yaşa ki, sabah olacaqmış kimi. Yəni, əgər bir nəfər bu dünyada yaşayanda bu günü etdiklərinin sabah soru-sualı olacağını, hesab-kitab olacağını düşünmüş olsa, inanın,
o insan halal haramında diqqətli olar, işlərində son dərəcə, danışıqlarında, hərəkətlərində diqqətli olar. Deməli, bizim buradan əldə etdiyimiz bu Peyğəmbər Salavatullahın kəlamından budur ki, əslində dünyada torpaq kimidir. Nə əkərsən, onu biçərsən. Hətta Peyğəmbər Salavatullahın Əmirül Müminin Əli əleyhissalamın kəlamlarının birində keçir ki, Əd-dünya məzra'atul axirə. Dünya axirətin tarlasıdır. Sən tarlaya nə əkərsənsə onu biçərsən də. Heç görünübmü ki, məsələn, yonca əkib əvəzinə buğda götürəsən? Yəni, buğdanı əkəndən sonra Allaha təvəkkül etməlisən və sonra məhsulu bitəcəyi günü gözləməlisən. Dünya torpaq kimidir. Nə əkərsənsə, onu da biçərsən. Qəlbi Allaha bağlı olan insan, yəni əgər qəlbən Allaha bağlıdırsa, dünya heç vaxt onu yormaz. Baxın, bəzən dünyaya bağlı olan insanlar bezir. Dünyaya bağlı olan insanlar ruhən tez yorulur, narahat olur. Baxırsan, qəm, qüssə, kədər içərisində. Hətta bəzən onların rahat yuxusu belə olmur. Onlar rahat yuxu belə yatmır. Yəni, aramlıq ki var, huzur ki var, onların əlindən alınır. Bu bir həqiqətdir, bu bir gerçəkdir ki, öncə insan nələrisə əldə etmək istəyir. Əldə edəndən sonra onu qorxu canını bürüyür. O əldə etdiyini itirmə duyğusu yaranır. Məsələn, əvvəl deyirsən, varım olsun, dövlətim olsun, sərvətim olsun. Biraz kənarlaşanda, hətta məsələn, indi müasir misallar çəkməyə çalışırıq ki, mövzu daha rahat başa düşülsün. İndi görsən, kənarda da olsun, olduğun yerdə, internet olan yerdə sən kameralarla izləyə bilirsən. Amma bir 10 dəqiqə məsələn işıq söndü, görüb izləyə bilmədin, 10 dəqiqə neçə il sən ömründən gedir, bir Allah bilir, bir özün bilirsən. Yəni, rahatlığın sənin əlindən gedir. Rahatlığın əlindən gedir. Bu bir mənalı olaraq belədir. Qəbul etsən də belədir, qəbul etməsən də belədir. Ona görə biz bu dünyada çalışmalıyıq ki, keçid məntəqəsi olduğuna görə əbədi həyatımız üçün nələri edək. Çünki dünyaya aşırı bağlılıq insanı zikirdən uzaqlaşdırar, Qur'andan, Allahdan uzaqlaşdırar. Və bir də dünya malına insan sahiblənəndən sonra görürsən, güc, qüdrət, imkan sahibi olanda bir çoxlarında ücb və təkəbbürlük baş qaldırır. Xudpəsəndlik, egoistlik, mənəm-mənəmlik. Görürsən ki, insanlara onun baxışı dəyişir, insanlara fikri dəyişir. Amma unutmayaq ki, təkəbbürlə ucalan sonunda elə tək batacaq, tək boğulacaq. Yəni ki, bu bataqlıqda onu xilas edən belə olmayacaq. Əgər təkəbbürlüyə baxsaq, ilk yaradılışda edilən birinci günah ilə təkəbbürlük olub. Şeytanın Allahın əmrinə boyun əyməməsi. Biz mələklərə Adəmə səzdə edin dedikdə, səcədu kulluhum illa iblis əba vəstəkbərə və kana minəl kafirin. O, iblisdən başqa boyun qaçırdı, boyun əymədi və təkəbbürlük etdi. Dedi, məni oddan yaratmısan, onu torpaqdan yaratmısan. Dünya fanidir. Bu faniliyi biz bilə-bilə bəzən yenə də elə öz işimizdə, öz düşüncəmizdədir. Allah Teala mübarək Fatir surəsinin 5-ci ayəsində buyurur, Ya eyyuhənnas,
Ey insanlar! İnnə va'dallahi haqqun. Allahın vədəsi haqdır. Fələ təğurrannakum el-hayatud dünya. Qoy sizi dünya həyatı aldatmasın. Bu dünya həyatına aldanmayın. Deməli, Allahın vədi axirətdir, haqdır. Dünya bəli, gözəldir, amma yenə vurğulayıram, aldadıcıdır. İmam Əli əleyhissalam Nəhcül Bəlağədə dünyanı bənzədir, deyir, Əd-dünya kəməsəli həyyətin. Çox möhtəşəm, doğrudan da bir kəlamdır. Buyurur ki, dünya bir ilana bənzəyir. Bilmirəm, o aran yerində ilan çoxdur, indi sizdə burada əksəriyyəti dağda olanlar, hər kəs bilə bilər, fərq eləməz. Leyyünün məssuha və səmmül qatil fi cəvfiha. İlanda belə bir xüsusiyyət var. Baş tərəfindən quyruğuna əli çəksin. Bizdə aranda bu su ilanı zadı çox küdürdə, çox olduğu üçün mən uşaqlıqda bunu hədis oxuyandan sonra da özüm tətbiqi əməli baxımdan ilana əlimi çəkərək hədisin təsdiqi üçün özüm əməli şahid olmuşam. Deməli, ilanın baş tərəfindən quyruğuna əli çəksin, şumatdır. Çox, belə deyək də, nərim, yumşaq. Amma onun içərisində öldürücü zəhəri vardı. O quyruqdansa bu tərəfə bəzən yarısı yerə girib uşaq vaxtı olur da, quyruğundan tutub dartmaq istəyəndə onun pulcuqları o qopmadan, qırılmadan ayrılmırdı da, ya gedirdi, çıxarmaq bəzən mümkün olmurdu. İmam Əli əleyhissalam buyurur, dünya bir ilana bənzəyir. Leyyünün məssuha. Əli ona çəkəndə, sürtəndə yumşaqdır, nərimdir. Amma vəssəmmel qatil fi cəvfiha. Onun içərisində öldürücü bir zəhər var. Deyir, bəzi insanlar onun o yumşaqlığına allanıb ona çox yaxın gedər. Və ondan çox yaxın olandan sonra məqam fürsət olan kimi ilan onu çalar və gedər. Amma o müdrik və ağıllı, düşüncəli insanlar onun təhlükəsini hiss edər. Aldadıcı hissəsinə yox, içərisində öldürücü zəhər olduğuna görə ondan kənarlaşar və təhlükədən amanda qalar. Amma bir şey də unutmayaq ki, pis dost o pis əfi zəhərli ilandan da pisdir. Allah bizi həmişə Allah dostları ilə dost olanlardan qərar versin. Daima danışığında, baxışında, rəftarında, sözündə, hərəkətində Allahı bizə xatırladan insanlarla dost olmağı hər birimizə nəsib eləsin. O bəzən, məsələn, görürsən ki, acı hekayələrlə həyatı sonlanan insanları dindirəndə mən özüm bəzən İstər bəy, xanım fərq eləməz dinləyirəm, ya məsciddir deyə bəzən gəlib dərdlərini, problemlərini danışırlar. Ya bəzən bir dostun ona etdiyindən, ya bir xanım rəfiqəsinin ona bacıdan artıq yaxın olanın birinin hiləsi ilə, məkri ilə, bir sözlə o pis dost, pis rəfiqə, pis ilandan da pisdir. Hətta belə bir tələbəli illərində bir şeir oxumuşdum. 97-ci il idi, səhv etməsəm, 29 il, 28 il bundan qabaq. Əgər məzmunun bilirəm, deyə yadıma düşsə tam olaraq deyəcəm. Belə idi. Yar bəd, bədtər buvəd əz mar bəd. Mar bəd tənha bərcan zənəd. Deməli, məzmun belədir ki, deyir, yar bəd, bədtər büvəd əzmar bəd. Pis dost, pis ilandan da pis olar. Və izahatın növbəti bəndində verir. Deyir, mar bəd, tənha bərcan zənəd. Yar bəd, bərcan və həm iman zənəd. Bəli, tamamı belədir.
Deyir, pis dost, pis ilandan da pisdir. Pis ilan səni vursa təkcə canı çalar, canı səndən alar. Məsələn, əfi ilandı, vurdu, elə yerində də öldün, canın getdi də. Amma deyir, pis dost, pis ilandan ki pisdir, o səni çalanda, səni vuranda təkcə canı səndən almır. Canı da, imanı da səndən alır. Görürsən, bir pis dosta görə imansız dünyadan gedirsən, dini əlindən alır, imanı əlindən alır. Ona görə bəzən bəzi dostlar, bəzi rəfiqələr özünü sənə yaxın kimi göstərə bilər. Sən onun yaxınlığına allanıb, amma içində o potensial zəhər və ziyan zərərini bilmədən onun elə ucbatından canın da əlindən gedər, dünyadan da elə dinsiz, imansız gedərsən. Allah Teala bu ayət-i şərifədə buyurur, ya eyyuhən nas, ey insanlar, İnnə vaadallahi haqqun, bilin və agah olun, Allahın vədəsi haqdır. Fəla təğurrannakum əl-həyatud dünya, dünya həyatı sizi aldatmasın. Deməli, qəlbi imanla dolu olan insan bu dünyanın o zinətinə, bəzəyinə aldanmaz. Ən böyük itki əslində aldanaraq ömrü puç və hədər keçirməkdir. Necə, məsələn, təsəvvürlə bu misalı məcburam çəkəm. 20 illik bir dostluğa canı, malı, hər şeyi fəda etdiyin halda sən 20 ildən sonra bilsən ki, bu dost əslində elə sənin düşmənin, xain elə başına hər nə gəlib, bundan da nə qədər narahat olarsan, bir ömür özüvə gələ bilməzsən, düzdür ya yox? Əslində, ən böyük itki, insan bəzən bu dünyanın bərinə, bəzəyinə aludə olaraq əbədi səadəti unudur və dünyanın faniliyini unudaraq əbədi gedəcək yerimizi yaddan çıxardır. Hədid surəsinin 20-ci ayəsinin sonlarında belə bir ifadə keçir. وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ Dünya həyatı bir aldadıcı zövqdən başqa bir şey deyil. Yəni, bir sözlə bəzən bu dünyanın varı, dövləti, sərvəti insanı azdıra bilər. Amma nə gözəl olar, nə yaxşı olar. İnsan dünyasını Allah üçün yaşaya. Bu Allahın verdiyi varı dövləti Allah istədiyi kimi elə əldə edib, Allah istədiyi kimi də onu öz lazımı yerlərində xərcliyə. Hətta qeyd edirlər belə bir İmam Əli əleyhissalamdan kəlam buyurur Həzrət, Mən nəzərə ilə dünya nəzərəl arifin bəssarathu bihaqaiqil umur. Əgər kim dünyanı o ariflər Allahı tanıyıb, Allahı dərk edənlərin gözü ilə baxsa, o həqiqətləri görər. Bəzən insan baxmır deyə görmür. Çünki baxmaq önəmlidir. Görmək keçici və ötəridir. Məsələn, necə eşitməklə qulaq asmağın fərqi var, görməklə də baxmağın fərqi var. Sən bir yerdən keçəndə bir şeyi görürsən, amma ona diqqətlə baxmırsansa, onun həqiqətlərini sən görə bilməzsən. Bir yerdən keçirsən, deyirsən, keçəndə səs eşitdim. Amma biraz ayaq saxlayıb, qulaq asanda orada nə danışılırsan, onu eşidə bilirsən. Tutaq ki, mən burada danışıram, sən orada, misalda, indi burada danışan yoxdur. Sən mənim səsimi eşidə bilərsən, amma qulaq asmırsansa, nə dediyimi bilə bilməzsən. Ona görə görməklə baxmağın, eşitməklə də qulaq asmağın bir-birindən fərqi var. İmam Əli əleyhissalam buyurur, kim dünyaya ariflərin gözü ilə baxsa, o həqiqətləri mütləq görəcək. Biz bəzən görürük, amma baxmırıq, keçici bir halda. Yazırlar, tarixdə belə bir ibrətli hadisə olub. Bir ata oğlunu çiyninə alaraq, az yaşlı bir oğlunu 4-5 yaşı olarkən,
tarlaya gedir, əkin sahəsinə aparır və yaxınlaşanda uşaq atasına bəzən görsən, uşaqlar elə suallar verir, səmimi etiraf eləyək, mən Allah övladı olmayanlara övlad bəxş eləsin. Bəzən şahidi olubsuzsa, elə suallar verirlər, sən yayındırıcı cavab verirsən. Əslində onlar fitrətdən xəbər verir. Bəzən valideynlər övladların suallarına tam dürüst cavab verə bilmir. Yayındırıcı cavab və yaxud da qane edici başqa bir şeylə onu ovunduracaq bir cavabla keçirsən. Yəqin ki, burada hər kəsin başına gəlib. Uşaq təəccüblə atasından soruşur ki, ata, niyə bu qədər işləyirsən? Yəni, baxır, görür, ata zəhmət keçdi, elə əziyyət çəkir, ora çəkir. Məsələn, bəzən uşaq atanın əslində elə başa düşür ki, ata hər şeyə qadirdir, nə istəsəm edə bilər. Çünki o uşaqkən atam bunu edə bilməz deyə düşüncəsində deyil. Amma görsən, müəyyən mərhələ keçəndən sonra bir şey deyəndə soruşur, üzr istəyirəm, mən əməli təcrübədə şahidi olmuşam. İstədiyini deməzdən öncə deyir, ata üstündə pulun var və yaxud da ata pulun var, deyirəm ki, üzr istəyirəm. Qızım, neynirsən sən? Deyir, yox, birinci bilim görüm pulun var, sonra deyim, məsələn. Amma müəyyən yaş bundan öncə onları soruşmurdu. Bunu istəyirəm, bunu almalıyam, bəzən də görsən uşaq başlayır ağlamağa ki, hökmən almalısan. Hələ o ona ziyanlıdır, zərərlidir, bilmir. Məsələn, tutaq ki, mövsümüdür, məsələn, dondurma istəyir. Sən bir valideyn olaraq bilirsən, bunu alıb ona versən, bu xəstələnəcək. Amma o xəstələnəcəyini düşünmədən səndən istəyir. Bəzən Allahla bizim aramızda o keçməyən, gerçəkləşməyən dualarımız da belədir. Yəni, əslində nəinki valideynin 1 manatı, 2 manatı yoxdur, ala bilmir. Yox, biz məsələyə o baxışla baxmayaq. Alma imkanı da var, amma onun ona ziyanı var deyə etmir. Bəzən də biz Allahdan elə dualar istəyirik, deyirik ki, dua eləyirəm, amma heç həyata keçmir. Dua eləyirəm, heç elə bil Allah məni eşitmir. Amma əslində Allah eşidir, sadəcə onun bəzən sənə ziyan olduğu üçün onu sənə vermir. Mövzudan yayınmayım, uşaq atanın çiynində əkin sahəsinə, tarlaya yaxınlaşanda uşaq deyir, ata, bu qədər niyə işləyirsən, bu qədər işləməyə nə gərək? Ata əslində uşaq çiynində o sahəyə, torpağa baxaraq cavab verir. Deyir, oğlum, bu torpaq həm ruzidir, həm də dərs. İstəyir uşağına bir ata öz uşaq dilində nələrsə izah eləsin. Deyir, əgər onu zəhmətlə əkərsənsə, oradan nəsə götürərsən. Yəni, həm sənin bu dünyon üçün və əldə etdiyini də Allah yolunda xərcləyərsənsə, faydası olar. Və deyir, dərs bu mənada ki, bu torpağı becərsən, məhsul verər, becərməsən, boş torpaq kimi qalar. Əslində, o uşaq atanın bu sözlərindən həm ruzi, həm dərs, əslində bunun ibrətli tərəfi budur ki, dünya da belədir. O az öncə qeyd etdiyimiz kimi, nə əkərsənsə, onu biçərsən. Loğman-ı Həkimin haqqında yazırlar, o quldarlıq dövründə bir nəfər gəlir, bunu alır, sözümü sonlandırım, xülasələşdirim. Deyir, qul bazarından biri alır, Loğman-ı Həkim də uşaqlığından elə Allaha bağlı olur. Sübh çağı olanda gəlir namaza, ağasını oyatmağa, oyanır, deyir, Loğman, Allah kərimdir, təzədən yatır. Sübhün yuxusu şirin olur da, bəzən görsən, günorta ilə axşamı vaxtında qılırıq, amma sübh namazında yuxunun şirinliyinə görə yatıb qalır, deyir, Allah görürsən də işim çoxdur, yorullam. İş olmayanda sübhdən qabaq bir gecə namazına da oyanırsan, işlərin hələ yolunda duraq, çətinlik çəkirsən.
Amma işin qaydasına düşəndə, işin çoxalanda deyirsən Allah, görürsən də biraz işlərim çoxdur, özüm də yorulam, yorğunam. Hə, sən rəhmansan, rəhimsən, özün görürsən də mən sənə nə deyim axı. Loğman Həkim gəlir ikinci dəfə ağasını oyatmağa, ağasının dilində bir sözü var imiş, Allah kərimdir. Təzədən yatır. Üçüncü dəfə ta sübh açılana yaxın ağası oyanır, biraz da elə Loğmana təpinir, öz dilimizdə desək. Deyir ki, mən səni almamışam səhər yuxularımı mənə haram eləyəsən, məni narahat eləyəsən. Sən qulsan, sənin öz işin var, öz işinlə məşğul ol. Səhər açılır, bu Loğmana əziyyət və işgəncə olsun deyə gedir bir çuval buğda alır bazardan. Deyir, bunu apar sahədə bir qarışdan bir ədədlə, dənə-dənə əkkinə. Bu ki, deyirdi Allah kərimdə hər sözündə. Loğman Həkim də hikmət sahibi idi. Gəlir bazara, bu buğdanı satır, əvəzinə yonca tumu alır. Aparır sahəyə, yonca əkir. Vaxt bədə ağa hərdən soruşur ki, Loğman, tarlada vəziyyət necədir? Deyir, ağam sağ olsun. Böyüyür, demir ta buğdada. Deyir ki, münbit şəraitdir, yavaş-yavaş böyüyür. Vaxt və də gəlir, çatır biçim vaxtına. Deyir, istəyirəm gedəm, yaxından bir tarlaya baxam. Deyir, gözüm üstə ağam gələk. Yaxınlaşır, görür ki, sahədə buğda əvəzinə yonca çıxıb. Deyir, Loğman, bu nədir? Deyir, ağam sağ olsun, yoncadır. Deyir, mən sənə nə ək demişdim? Deyir, ağam, demişdim buğda ək. Amma buğda biraz cəmaatın daha çox ehtiyacı idi. Onu apardım bazara, sənə demədim. Onu satdım. Əvəzinə yonca əkdim. Əkəndə də dedim ki, Allah kərimsən, yonca əkirəm, bəlkə buğda çıxar. Ağasını durğuzanda deyirdi, Allah kərimdir. Ağa başa düşür ki, məsələ nədir? Odur ki, möhtərəm cəmaatımız, gərək bir şey eləyəsən, sonra Allah kərimdir deyəsən də. Buğda əkəsən, sonra deyəsən Allah kərimdir, məhsuldar olacaq, buğda çıxacaq. Amma sən heç yeri şoxumlama, şumlama, toxumu səhmə, gübrəsini vermə, suyunu vermə. Boş torpağa denən ki, Allah sən kərimsən, verəcəksən, belə bir şey olmaz. Ona görə doğrudan da nə əkərsənsə, onu biçərsən. Bu dünya axirətin bir tarlasıdır misalında. Bu dünya üçün, bəli, bunları etməliyik, amma nəticə olaraq bir şey də unutmayaq, biz bu dünyada yaşayırıq və bizim bu dünyamız axirətimiz üçün sərmayədir deyə biz bu dünyadan faydalı istifadə etməliyik. Baxın, bizə ən doğma olanlar da bu dünyadadır. Atamız da bu dünyadadır, anamız da, ailəmiz də, balalarımız da, dostlarımız da, yaxınlarımız da, qohum. Büsbütün bizə doğma olanlar hamısı buradadır. Bu söhbətimizdən əslində dünyanı pisləmək deyil, sadəcə buranı qalıcı yer bilməmək, bura bir keçid məntəqəsi olduğunu düşünməyimizdir. Bu danışıqlarımızdan bu nəticəyə gəlirik ki, dünya içində olarkən, yaşayarkən, əgər Allahla olmuş olsan, elə bil dünya bir məsələn dəniz, onun içində Allah üçün üzərsənsə, nicat taparsan, boğulmazsan, bu fəlakətlərdən, təhlükələrdən də çıxarsan. İlahi, bizi dünya içində axirəti unutmamağı bizlərə öyrətginən. Qəlbimizi mal, mülkdə deyil, sənə bağlayaraq ömrümüzü keçirənlərdən qərar verginən. Allahım, bizi sevənləri, ailəmizi, övladlarımızı, büsbütün doğmalarımızı dünya neyməti ilə qane olub, axirət sevinci ilə yaşayanlardan qərar verginən. Allahım, qəlbimizi imanla, ömrümüzü bərəkətlə doldur günəm. Allahım, niyyətimizi
daima təmiz, yolumuzusa nurlu qərar verginən. Allahım, dünya bizi aldatmasın və daima dünyada yaşayarkən biz axirətimiz üçün yaşayan bəndələrdən olaq. Allahım, sən adilsən, sən rəhmansan, sən rəzzaqsan, bizə verdiyin bu dünya ruzilərindən halalı ilə qani olub harama tərəf getməyənlərdən bizləri qərar verginən. Allahım, dünyamızı daima halal ruzilərimizlə və qəlbimizi daima iman nuru ilə nurlandırginən. Allahım, qəlbimizdə olan hacət və mətləblərimizi rəva etginən. Cümləmizə halal, minnətsiz ruzilər nəsib etginən. Allahım, bizləri daima halalığa qani olan bəndələrindən qərar verginən. Mərdi namərdə möhtac etməginən. Allahım, məriz-ü mərizələrimiz var, iltimas-ı dua edənlərimiz var. Allahım, öz şafi adva xatir onlara şifaya acil mərhəmət etginən. Cümlə şəhidlərimizə rəhmət elə. Qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar etginən. Allahım, bizlər etiraf edirik, sən baxa-baxa, sən görə-görə çoxlu günahlar, xətalar etmişik. Allah günahlarımızı bağışlamamış, bizi öldürməginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvat eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Cəmiyyən şəhidlərimizi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olunmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Ordumuz, əsgər zabitlərimiz vətənin keşiyində salamatçılıqlarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed. Övlad arzusunda olan ailələrimiz var. Əməl salih övladları olmasından ötəri salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. İltiması dua etdiyen insanlarımız var. Xəstəsi olan, müşkili olan, həlli rəva olmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Hacı rəhbəri elədik, cəmaat namaz qıldıq, gözəl moizə elədik, qəlbimizi oxşadı, Allah ondan razı olsun. Ömrünün, elminin daha da bərəkətli olmasından ötəri, özünün, ailəsinin, övladlarının salamatçılığına və dünyasını dəyişmiş ata-babalarının istirahət ruhuna xatir salavat zikr eləyək. Kərbəla qardaşımız zəhmət çəkdi, salavat zikr etdi, dualar elədi, özünün ailəsinin səlamətçiliyinə, xüsusilə bu cəm'in maddi, mənəvi sıxıntısı, çətinliyi var, həllinə salavat zikr edir. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allah qəbul edəsin.